Əsas odur ki, çox bax bu gözəl, görsən Cavidan bəy haqqında nə danışırsan da, o sevgiyi qazanmaq, elə belə şey deyil ki, həkim sənətin dəxli yoxdur. İstənilən insan, insanların Hər sahənin bəli. Hər sahədə olur olsun, sevgi qazana bilirsə o xoşbəxt. Və o, bax görsən Ramiz müəllim Allah min rəhmət eləsin, gedib ancaq ömrü boyu danışılacaq. Ömrü boyu. Nə qədər dünya var, Azərbaycan var, yaşayacaq. Yəni sənəti yaradan adamlar yaşayacaq. İndi mən də xoşbəxt olaram ki, dediyin kimi yuxu ilə sağalasan. Səhər bir də gördüm ki, gəlib klinikanın qabağında növbə durub ki, sənin yuxuda necə görüb. Siz ustasısınız. Yox, sağ olun. Var olun. Yox, burada əsas nədir? Sənətə sevgi çox vacibdir. Hansı sahədə olursan ol. O Nizami elə belə deməyib. O işlə məşğul ol ki, ondan mütləq uğur qazanacaqsan və seviləcəksən. O sevgidə də ki, vacib şey. Həkimlikdə mütləq bir Allah vergisi. İnanırsınız sizin ki, sənətdə olan kimi. Həkim özü bu sahəni seçməkdə həqiqətən Şəhriyar özü uşaqlıq yaşlarında revmatizmadan o qədər əziyyət çəkib ki, onu bu sənəti... Əslində reklamlarda onu danışırdım. Söylədim Şəhriyar bəyə. Yəni, mütləq sevməlisən bir. Başqa bir göstəricidə olub. Mənim mənim 21 yaş olanda anama xərçəng dianozu qoyulub. Mən anamın böyük uşaq olmuşam, anam ağlayanda mən ağlamışam. Yəni daimi olaraq. Düz anam 70 yaşatan gəldi. Onda məlum oldu ki, düz yoxlanmayıb, adi bir qanaxma, ginekoloji qanaxma dianoz qoyulub ki, bunda xərçəng var Gəncə şəhərində o vaxt. Və mən hər zaman, mən həyatımda heç vaxt mənim yadıma gəlmir ki, mən gecə qapım bağlı olsun. Vaxt var idi ki... Ev qapısı yoxsa haran deyirsiniz siz? Evin qapısından danışıram, yox. Təbii ki, həyat evindən danışanda, yəni o qapı hər zaman açıq olurdu. Ki, bağlanırdı, mən deyirdim ki, yox, mən artıq o həyatı yaşamışam. İndinin özündə mənim gecə and olsun Allah, heç vaxtı iş saatı qutarıb söhbət ola bilməz. Yoxlayıb gələ bilərsiniz ki, saat 6-dan 7-8 düzəldə bilərsiniz. Görəcəksən, axıra qədər qəbul edin. Çünki mən o hissi yaşamışam. Ki, ölüm təhlükəsi nədir, ana nədir, istirab nədir. Yəni, həkim də insanların üz tutduğu bir ümid yeridir. Sən o qapıyı bağladınsa, nə bilim, sənin sifətindən bir narazılıq yağdısa, o xəstə getdi. Əgər sənin girən kimi xəstə səndən müsbət enerji aldısa, sən onu inandırdınsa ki, hətta ən ağır xəstəyə sənin haqqındır ki, sən deməlisən, yaxşı olacaqsın. Sən ona ümid verməlisən. Ölənə qədər də ümidlə ölürsə, o xəstə də xoşbəxt həkimdir.